Bu günləri sizinlə bölüşmək istədiyim mövzu çox maraqlı mövzudur. Niyə? Çünki o mövzuya gəlməmişdən qabaq həyatımda elə bir hadisə baş verdi ki, o hadisə təkan verdi ki, mən bu mövzuya, bu vazı etməyə hazırlaşım, çalışım ki, orada Rəbb çünki mənimlə danışdı. İlk növbədə istəyirəm həmin yerləri oxuyum. Bu keçir deməli Yəhya İncili 8-ci fəsil 34-cü ayədən başlayaraq. Burada belə yazılıb. İsa onlara dedi, doğrusunu sizə deyirəm. Günah edən hər kəs günahın köləsidir. Kölə evdə daim qalmaz, oğulsa daim qalar. Buna görə də əgər oğul sizi azad etsə, həqiqətən də azad olacaqsınız. Amin. İstəyirəm söyleyeyim ki, ümumiyyətlə, bax, bu yer haqqında mən düşünmürdüm. Amma yeni il ərəfəsində baş verən bir hadisə məni apardı bu yerə. Və bu ayə mənim yadıma düşdü. Deməli, ayın biri idi, yanvarın biri. Və mən bir ailədə idim. Və o ailəyə gəldi ailəmizlə birlikdə, yoldaşım, uşaqlarım. Və məndən xahiş olundu ki, kabab çəkim. Və çalışdım, indi bacardığım qədər kababı hazırlayana kimi mangalda. İndi kim kabab çəkirsə bilir də indi. O maraqlı bir vəziyyətdir ki, sən yavaş-yavaş hazırlayırsan, əti, nə bilimi, ocağı hazırlayırsan. Və həmin vaxtda evin yiyəsi məni gördü və çıxdı, getdi. Çıxdı bayıra, mən də başa düşdüm ki, yəqin ki, mağazaya getdi. Və mağazaya getdi, qayıtdı. Qaydanda da gördüm ki, paketində bir spirtli içki götürüb gəldi. Balacasından. Və mənim üçün də nəsə təklif eləmək üçün gətirdi, amma mən dedim ki, mən içməyəcəm. Və qoydum kənara. O isə mənim gözümün qabağında həmin o butulkanı açdı və qaldırdı başına, hamısını içdi. Və mən bunu gördüm, pis oldum, dedim ki, da belə yox da. Yox, arağı götürdü, qaldırdı başına. Və demək istəyirəm ki, yəni bu cür davranışı olan insanlar var və biz bunları görürük və bəzən biz pis oluruq ki, bəs bunu niyə edir? Və bundan sonra mən hətta elə düşündüm ki, süfrəyə oturmaq istəmədim. Amma Rəbb ürəyimə dedi ki, yox, oturmalısan, olmalısan orada. Süfrədə oturdum və həmin vaxtı xanım evdən bir şampanski də gətirdi, qoydu süfrəyə ki, bəlkə kimsə içər. Kimsə içmədi, amma o insan dedi ki, mənim üçün süz, mən onu da içəcəm. Bunu danışmağımda məqsədim var. Və o insana dedim ki, sən bir yax içdin də, neyinirsən, niyə qarışdırırsan, niyə bunu edirsən? Yox, deyir, süz, içəcəm. Və mən durdum, çıxdım mətbəxə. İstəmədim süzüm. Onu istədiyimdən istəmədim, bunu edim. Və o gəldi mətbəxə, dedi, ora niyə getmirsən? Çünki anlamır, artıq sərxoşdur, başa düşmür. Və mən təzədəndən qayıtdım və davam elədim, süfrədə oturdum. Və həmin vaxtı gördüm ki, o mənimlə oturmadı, getdi oturdu divanda. Və sanki mənimlə oturmaq istəmədi artıq. Çünki onun xoşuna gəlmədi mənim dediklərim. Amma Rəbb mənim ürəyimə həmin vaxtı, bax bu ayəni dedi. Hər kəs, günah edən hər kəs günahın köləsidir. Çünki onun üçün də o içki və ümumiyyətlə iblis o içki vasitəsilə onu kölə edib. Və artıq o özü-özünə aid deyil. Və onu idarə edən də artıq o içkidir. Mən bir çox şeyləri sadalaya bilərəm ki, bugünkü gündə bir çox günahlar var ki, hansıların vasitəsilə iblis bu günləri insanları bax kölə kimi alıb, əsir eləyib. Kölə özü-özünə aid olan insan deyil, onu ram edən, onu əsir edən şəxsə aiddir. Və artıq o özü-özünü idarə eləyə bilmir. Onu idarə edən, artıq onu əsir edən nədirsə odur. Və mən həmin vaxtı başladım düşünməyə ki, görəsən müqəddəs kitabda elə yer varmı ki, harada ki, Rəbb, bax bunlardan danışır. Ki, insan
tamamən həmin günahın əsiridir. Və müqəddəs kitabda Luka İncili 19-cu fəsildə maraqlı bir yer var ki, orada bir Zakkay adında vergi yığanların rəisi var idi. Və bu Zakkay və biz müqəddəs kitabı oxuduğumuza görə başa düşürük ki, onun ən böyük günahımı deyim, asıllılığımı deyim və yaxud azad ola bilmədiyi bir şey mi deyim və yaxud həyat tərzi mi deyim, tamamən bürünmüşdü onun həyatını. Nə idi? Pul. Pulgirlik. Və müqəddəs kitabda biz oxuyuruq, yazılıb ki, Zakkay izdihamı görür və hətta yazılıb, İsa'nın kim olduğunu bilmək üçün bir ağaca dırmaşır. Yazılıb ki, Firon əncir ağacıydı. Və çıxıb o ağacdan, çünki boyu da balacadır, görə bilmir. Və çıxıb ağacdan İsa'nı görmək istəyir ki, görən İsa kim? Çünki eşidib İsa haqqında ki, o möcüzə eləyir, insanların gözlərini açır, ölünü dirildir, xəstələrə şəfa verir. O bu haqda eşitmişdi və maraqlanırdı, görəsən İsa kimdir? Amma Rəbb bizə bu yerlər vasitəsilə deyir ki, o ağaca dırmaşıb oradan İsa'ya baxıb, onu o elə tanımaq istəyirdi. Bu günləri də məcazi mənada bir çox insanlar hansısa yollar vasitəsilə, hansısa dinlər vasitəsilə, haradakı İsa haqda nəsə, hansısa xəbər var, onlar o xəbərlər, o sözlər vasitəsilə İsa'nı tanımaq istəyirlər, amma tanıya bilməyəcəklər. Bilirsiniz niyə görə? Çünki İsa Zakkaya yaxınlaşıb, görüb ki, dırmaşıb ağaca, ona bilirsiniz ilk kəlməsi nə oldu? Düş aşağı. Sənin orada nə işin var? Sən əgər məni tanımaq istəyirsənsə, bu günləri də İsa sanki necə Zakkaya deyir, bu günləri də bizə deyir. Sən məni tanımaq istəyirsənsə, məni orada burada axtarma. Məni o yolda, bu yolda, o ağacda, bu ağacda axtarma, oradan sən məni tanıya bilməyəcəksən. Düş aşağı, mən səninlə şəxsən tanış olmaq istəyirəm. Nə qədər ki, sən məni tanımamısan, nə qədər ki, sən mənlə görüşməmsən, sən məni tanıya bilməyəcəksən. Və ona dediyi ilk söz də olur ki, mən bugün sənin evində olmalıyam. Sanki İsa sənə bugün deyir ki, mən bu günləri sənin evində olmalıyam. Yəni, sənin bax bu daxili varlığına gəlmək istəyirəm. Sənin evə gəlmək istəyirəm. Və o sevinir, qəbul edir. Və müqəddəs kitabda yazılıb, həmin Zakkay, nə zaman ki, hamı oturmuşdu, İsa Məsihdə onlarla birlikdə, İsa o evə girməmişdən qabaq, bilirsiniz, insanlar ona nə dedilər? Getdi, yenə günahkarın evinə girdi. Bu günləri də biz hansısa bir ağır vəziyyətdə olan insanın yanına gedəndə, dünyada insanlar dilər, sən başın xərabda onun evinə niyə gedirsən? Nə var orada? O günahkardır, o belədir, o elədir. Niyə özünü murdarlayırsan? Axı, o layiq deyil buna. Bəzən insanlar düşünür belə. Çünki insanların düşüncəsi Allahın düşüncəsi deyil. Allahın düşüncəsi isə insanların düşüncəsi deyil. Rəbb o evə girmək istəyirdi. Və əyləşəndə Zakkay ayağa qalxıb Rəbbə belə dedi. Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm. Və kimdən haqsızlıqla bir şey almışamsa, ona 4 qat qaytaracağım. Bu bilirsiniz nə deməkdir? O deməkdir ki, İsa onun evinə gəldi və evindən də savayı İsa onun həyatına gəldi. İsa Məsih onun qəlbinə gəldi və qəlbində olan, o pula olan hərisliyini azad elədi, götürdü ondan. Və artıq əgər o zorla kimdən alırdısa, nə qədər, mən bilmirəm kimin indi altında və yaxud arxasında haradasa gizlətdiyi pullar var. Amma Rəbb orada göstərir ki, o çıxartdı onları və gətirdi, yoxsullara payladı. Əlini açdı. Rəbb onun ürəyini dəyişdi. Müqəddəs kitabda bir dənə də belə bir hadisə var. Rəbb İsa Məsih insanın həyatını dəyişir. Amma ondan qabaq bir ayə oxumaq istəyirəm. Rəbb deyir, məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz,
onun da qullarısınız. Ya ölümə aparan günahın, ya da salihliyə aparan itayətin qulları ola bilərsiniz. Müqəddəs kitabda İsa Məsih bir vilayətdən keçir. Samariya adında bir vilayətdə. Və oradan keçəndə orada Yaqubun quyusu var idi. Və o quyunun böyründə oturur, əyləşir. Və birdən-birə günün isti çağında, indi şərqdə və yaxud İsraildə çox isti olduğuna görə, günün saat 12, 1, 2, 3 radələrində heç kim su çəkməyə getməz. Ümumiyyətlə bizdə də eldə obada, mən indi rayonda da görürəm ki, əksər hallarda qadınlar yığışır, nə vaxt gedirlər? Səhərin vaxtı, səhər vaxtı. Səhər tezdən. Amma bu qadın günün günorta vaxtı su çəkməyə gəlir. Və İsa'nı quyunun başında həmin o yerdə görür. İsa da ona müraciət edir, deyir ki, mənə su ver içim. Və adətə görə, Yahudilər Samariyalılarla danışmadıqlarına görə bu təəccüblənir. Deyirsən, məndən necə su istəyə bilərsən? Axı biz danışmırıq, bizim ünsiyyətimiz yoxdur. İsa isə ona deyir ki, həmin yeri istəyirəm oxuyum. Əgər sən Allahın bəxşişini və mənə su ver içim deyənin kim olduğunu bilsəydin, özün ondan su istəyərdin. O da sənə həyat suyu verərdi. İsa ona ruhani söhbət eləyir. O isə cavab verir. Deyir ki, nə yaxşı. O sudan mənə ver də bir də bura gəlməyim. Bilirsiniz niyə görə deyirdi onu? Çünki o kənddə, o vilayətdə hamı onun kim olduğunu bilirdi. Və bəlkə də o səhərlər gəlib, o cəmaatın içindən keçə-keçə o su çəkməyə gələndə hamı ona belə baxırdı. Yenə gəldi. Yenə bu pozğun gəldi bu tərəflərə. Bilirsiniz niyə görə? Çünki o qadın, İsa ona deyir, sən 5 dənə ərin olub. İndi də yaşadığın ərin deyil. Çünki İsa ona demişdi ki, ged ərvi çağır, verim də sənə o sudan. Deyir, mənim ərim yoxdur. Deyir, düz deyirsən. 5 dənə ərin olub. İndi də yaşadığın o ərin deyil. Onun həyatı bu idi. Onun asıllı olduğu bir şey bu idi. Onun günahı, onun həyat tərzi bu idi. Amma insanlar tərəfindən tədrid olunmuşdu. O insanlardan qaçırdı, o insanların arasına gəlmək istəmirdi. Çünki insanlar ona barmaq uzadırdı, deyə gəldi. Biz elə eləmirik ki bugün. Biz kimisə görəndə o vəziyyətdə istəyir narkoman olsun, istəyir alkogolik olsun, istəyir pozğun olsun, istəyir hansı yolun adamı olursa olsun. Biz nə edirik? Biz də barmaq uzadırıq, yoxsa Rəbb kimi biz də yaxınlaşırıq o yerə. Biz də o məhəbbəti göstərmək istəyirik o insana ki, o da xilas olsun. O da azad olsun. Çünki onun da o xilasa ehtiyacı var. O qadını da insanlar bax belə özündən kənarlaşdırırdı. Amma qadın İsa Məsihdən onun dediyi sözlərdən sanki dəyişdi. İsa ona elə bir söz dedi ki, İsa'nın sözləri onun ürəyinə ox kimi batdı. Çünki o qadın, İsa ona deyəndə ki, ağa bu suyu, qadın ona deyir, ağa bu suyu ver ki, mən bir də bura gəlməyim. Çünki qadın düşünürdü ki, mən bir də gəlmək istəmirəm də, bura cəmaat məni sıxır. Çünki o başa düşür, nələri yaşayır o qadın. Əlbəttə ki, günahı var, əlbəttə ki, hamımızda o günahlar var. Gizlində o qədər günahlar var ki, hansını ki biz edirik. Davud deyir, məni gizlin etdiyi günahlardan qurtar, deyir Rəbb. Rəbbə deyir, bu qadının da var idi, azad ola bilmədiyi bir günahı var idi. Amma İsa ona deyir ki, siz bu dağda və yaxud orada ibadət edirsiniz. Amma ata özünə ruhda və həqiqətdə ibadət edənlər axtarır. Və qadın başa düşəndə ki, həm bu bunun həyatını dedi, bu yandan da ona peyğəmbərlik eləyir, buradan Allahın sözünü buna çatdırır və həmçinin də heç kim onu ilə danışmazdı. Amma İsa bunu ilə danışır, buna diqqət ayırır, buna fikir ayırır, buna məhəbbət göstərir, buna Allahın sözünü deyir və qadın birdən-birə dəyişir. Və anlayır ki, Məsih odur.
Çünki o da eşitmişdi ki Məsih gələcək. O da eşitmişdi ki xilaskar gələcək. O da eşitmişdi ki bir gün həmin xilaskar gələcək, bizi xilas edəcək. O eşitmişdi. İndi isə durub səhəngini qoyur və gedir şəhərə. Gedir deyir ki, gəlin baxın, Məsihi tapmışam, gəlin baxın. O şəxs hansı ki cəmiyyət arasına çıxa bilmirdi. O şəxs hansı ki cəmaatdan qaçırdı, indi isə səhəngi qoydu. Yəni məcazi mənada əvvəlki həyat tərzini buraxdı. Getdi İsa'nın dalıyca. Getdi İsa haqda danışmağa. Getdi İsa haqda müjdə yaymağa. Bu günləri də bizim aramızda elə insanlar var ki, vaxtı ikən hansı yolda olublar fərqi yoxdur. Bu günləri gedib həmin insanları tapırlar. Gətirirlər bura ki, Rəbb məni dəyişib. İndi istəyirəm ki, səni də dəyişsin. İstəyirəm ki, səni də xilas eləsin. Bax bu, Allahın məhəbbətidir. Allahın məhəbbəti dəyişir insanı. Sənin nə olduğunu bilmirəm. Harada olduğunu bilmirəm, İsa bilir. Və buna baxmayaraq səni sevir. Hansı yolda olduğunu bilmirəm. Hansı günahda yaşadığını da bilmirəm. Amma İsa bilir, görür və səni sevir və istəyir ki, sən o günahdan qurtarsın. Azad eləsin. Bir dəfə mən bir hekayə eşitmişdim. Deməli, reabilitasiya mərkəzində 2 gənc olur. Oğlan və qız. Oğlan narkomaniyadan əziyyət çəkirdi. Qız isə alkoqol xəstəsi idi. Və onlar bərpa olmuşdular. Və bir-birlərini orada gördülər, bir-birlərini sevdilər. Və ailə qurdular. Hər ikisi Rəbbi sevirdi. Hər ikisi Rəbbə bağlı idi və başladılar xidmət eləməyə. Özləri kimi o xəstəliyə tutulmuş insanları azad etmək istəyirdilər. Və onlar qulluq eləyirdilər elə insanlara. Gedirdilər, müjdəni yayırdılar. İsa Məsih haqda hər yerdə danışırdılar. Amma bir neçə vaxt keçəndən sonra, onlar ailə qurandan sonra kişi görür ki, qadın arada bir saatlıq yox olur. Deyir, görəsən nə olub? Getdikcə də bu saatlar da çoxalır. Bir gün 1 saat itdi harasa, bir gün 2 saat, 3 saat. Bir də görsən, axşam heç gəlmədi evə, gec gəldi saat 12-də, 1-də. Bir də görsən, heç ümumiyyətlə gecəni gəlmədi, səhərə yaxın gəldi qadın. Və anladı ki, qadın artıq təzədən ona alkoqola qayıdıb. Və gedir bara, oturur, o alkoqoldan içir, içkili vəziyyətdə qayıdır. Və elə vəziyyətə gəlmişdi ki, artıq onun o içkini almağa pulu yox idi. Və başlamışdı, üzr istəyirəm ana bacılarımdan, artıq pozğun həyata və pozğunluğa başladı. Və o dərəcəyə çatdı ki, artıq kişi onu 2-3 gündə tapa bilmir. Çöllərdədir. Və bir gün küçənin bir tinində həmin həyat yoldaşını tapır, döyülmüş, ağzı buru partlaq vəziyyətdə. Onu əlinə alır və gətirir evə. Onun yaralarını sarıyır, onun üzünə məlhəm çəkir, sarıyır. Uzadır, ağlaya-ağlaya başın üstündə ona dua eləyir. Narahat olma deyir. Biz dua eləyəcəyik sən üçün. Biz seminarlara gedərik. Biz gedərik elə yerlərə ki, orada bizim üçün dua edərlər. Bərpa olacaqsan, narahat olma. Qadın isə ona deyir ki, mənim həyatım bitdi artıq. Mənə görə narahat olma, əziyyət çəkmə. Mənim üçün hər şey bitdi artıq. Amma sözüm odur ki, elə vəziyyətə gətirib çatdırmayaq ki, artıq gec olsun. Çünki o qadın bərpa olur, ayağa qalxır. İsa onu bərpa eləyir. İsa onun əlindən tutub qaldırır. O sağalır. Amma hər adam üçün bu keçərli deyil. Günah ilə oyun oynamayaq. Onu nə qədər dartırsan və o
buraxılanda və o rezin necə insana dəyir, o dəyəndə pis dəyir. Elə vəziyyətə gətirib çatdırmayaq ki, artıq günah bizi pis günə qoysun. Rəbb deyir, sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salihləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm. İsa Məsih deyir, Rəbbin ruhu üzərimdədir. Çünki fəqirlərə müjdəni bildirmək üçün o məni məhz etdi. Əsirlərə azadlıq, körlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütf ilini bəyan etmək üçün məni göndərdi. İsa Məsihin əli bu günləri bizə uzanıb. Və o istəyir ki, biz onun əlindən tutaq. Çünki o bu dünya kimi, bu dünyada olan insanlar kimi bizə baxmır. Çünki bu dünyada insanlar görəndə ki, sən hansısa nəyisə düz eləmirsən, səni mühakimə edir, səni kənarlaşdırır, kəsir, atır. Amma Rəbb buna baxmayaraq səni sevir və şəxsən bizə görə canını qurban verir. Verdi ki, biz ölməyək, məhv olmayaq, əbədi həyata malik olaq. Rəbb İsa Məsih bu günləri bizə tərəf əlini uzadıb. Kim hansı xəstəliyə tutulubsa, söhbət fiziki xəstəlikdən getmir. Fiziki xəstəlik üçün biz həkimə gedirik, müayinə olunuruq və dərman, şəfa verir bizə. Hardasa sağalırıq. Amma həqiqəti deyirəm, bizi o vəziyyətə çox vaxtı salan fiziki xəstəlik deyil. Bizi o xəstəliklərə, o pis vəziyyətlərə, o vəziyyət hansı ki həyat tərzimiz pis günə qalır, ora bizi aparan bizim daxilimizdə olan, ruhumuzda olan xəstəliklərdir. Paxıllıq, yalan, nömrə gəlmə, qürur, heç kimi bəyənməmək, hər şeydən narazı olmaq, heç kimi qəbul eləməmək. Bu şeylər bizi pis vəziyyətə aparır. Onlar xırda-xırda başlayır, birdən-birə olmur. Yavaş-yavaş. Necə ki, İsa deyir, bu sudan içən bir də susuyacaq. Amma mənim ona verəcəyim sudan kim içərsə, o əsla susamaz. Bugün İsa o suyu vermək istəyir bizə. Amma istəyir ki, biz ona tərəf gələk və o sudan içək. Bilirsiniz, o su nədir? O, Allahın sözüdür. Onu qəbul edən əbədi həyatı əldə edər. Baxaq həyatımıza. Bu günləri bizə Rəbb nəyisə deyəndə, oğul, qızım, bunu etmə, bu səni öldürəcək. Biz nə edirik? İtaət edirikmi? Yoxsa qulaq ardına vururuq, təzdən davam edirik. Amma iş işdən keçəndən sonra, artıq pis vəziyyətdə olanda, başlayırıq onu bunu günahlandırmağa ki, ona görə oldu, buna görə oldu. Yox, özümüzə baxaq. Çünki yaşadığımız həyat tərzdə, həyatımızda nə düz deyilsə, təqsirkar çox vaxt özümüz oluruq. Çünki vaxtında o sözü ürəyimizə buraxmadıq və icra etmədik. Bunun üçün də Rəbb bizə belə bir şans verir. Çıxaq irəli. İsa Məsihin bizə dediyi sözləri qəbul eləyək. Onun bizə görə axıtdığı qanı bizim bütün günahlarımızı yusun, təmizləsin, tamamən pak etsin, qəlbimiz dəyişsin və biz də onun ardınca gedək. İsa gözləyir, 2000 ildir gözləyir bəşəriyyəti, insanları ki, insanlar ona tərəf gəlsin. Onu qəbul eləsinlər. Çünki o bizi sevir. O qədər sevir ki, hətta baxmayaraq ki, biz dəfələrlə gedirik, qaydırıq. Gedirik, qaydırıq, amma istəyir ki, biz getməyək.
qalaq, İsa ilə qalaq və həyatımızı İsa'ya verək, Rəbbimizə verək ki, o həyatımızı dəyişsin. Amin.